Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimi ala a'daihim ecma'in. Kərbala şəhidlərindən olan Həzrət Əli Əkbər ağanın aleyhisselam mübarək və saadətli təvəllüd günü münasibəti ilə bütün möminləri, şiyələri xüsusilə təbrik edirik. Allah Azze və Cəllə bizi dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın. İlahi əmin. Bir neçə dəfə yalanlarını, fırıldaqlarını, fırlatmalarını ifşa etdiyimiz vəhabilərdən biri ona sual verirlər və növbəti dəfə bu insan söhbəti fırladır. Bir videosu qabağıma çıxıb, yəni əməlli başlı bir sözlə desək, insan 200'lüdür. Yəni 200'liliyin dibindədir bu adam. 200'lülərin kralıdır bəlkə. Deməli, görün bu adama sual verəndə nə cavab verir. Deyir ki, sual verirlər ona ki, niyə Yezid, lənətullah aleyh, bunun dayısı oğlu, niyə İmam Hüseynin aleyhisselam intiqamını almadı? Bu adam da söhbəti fırlada, nazlana göyə cavab verir. Deyir, gedək çıxaq Əlinin aleyhisselam dövrünə, görək ki, o da Osmanın qatillərini cəzalandırmadı. İlk öncə sual budur ki, Yezid İmam Hüseyni öldürənlərə nə üçün cəza vermədi? Bu barədə nə deyərsiniz? Siz tarixdə bərindən hərdən olur bəzi şeylər qəribə ya məlumatların gəlib çatmağı dəqiq. Misal qəti heç nə demək olmur, çətindir. Lakin belə ab-havadan o vaxtki ab-havanı oxuyanda, o vaxtki vəziyyəti oxuyanda görürsən ki, bu fitnə olanda fitnəni qızışdırmırlar. Fitnəni yatıstırmaq üçün müəyyən səbəbləri gedirlər. Hətta səbəblər ağır olsa belə. Ne üçün biz Yezidin Hüseyin qatilləri neynəmədi? Onu yox, ondan qabağa gedək. Məsələn, Əli ibn Əbi Talib, Osmanlı qatilləri heç dənəmədi. Heç dənəmədi. Elə Muaviyyənin də tələbi bu idi. Və bu səbəb oldu Şamın ayrılmağı xilafətdən. Bu səbəb oldu Siffin döyüşü baş verdi. Yəni, görsənir ki, o vaxtki vəziyyət biraz fərqli idi yanaşma. Çünki bilirsiniz, fitnə olanda biz görürük ki, fitnəni qızışdırmırdılar. Fitnəni yatışdırırdılar. Ola bilən müəyyən vaxtdan sonra gözləyirdilər ki, vəziyyət sakitləşəndən sonra bəzi məsələləri həll eləməyə. Çünki özür təsəvvür edin də, məsələn, Ömər bin Sa'd və ya Ubeydullah ibn Ziyad Kufənin valisi, məsələn, Kufədədirlər. Onlardan biri validir, Kufənin valisi. Və Kufə də bu hadisədən sonra daha da qızışır. Və təbii ki, ola bilsin onları cəzalandırmaq fitnəni daha da böyüməyinə səbəb ola bilərdi. Necə ki, Əli ibn Əbi Talib radiyallahu anh, Osmanın qatillərinin üstü olmadı, fitnə böyüyəcəkdi. Yəni, bunu göstərir ki, fitnə böyüyəcəkdi. Ola bilsin, ən böyük səbəblərdən biri budur. Gör insanda 200'lüyə bax. 200'lülük nədir, indi qeyd edəcəyəm. Əslində, niyə İmam Əlinin aleyhisselam zamanına gedir? İstəyir düşün ki, bu videoya şiyələr baxanda, biz də onlara cavab verdik, yaxşı İmam Əli niyə cəzalandırmadı? Əvvəla nə dəxli var İmam Əliyə bunun aleyhisselam? Sənə sual veriblər, niyə Yezid cəzalandırmadı? Buna uyğun cavabın varsa cavab ver. 200'lük nədən ibarətdir? Həmin adam başqa bir videoda ona sual verirlər ki, Muaviyyə ilə İmam Əlinin aleyhisselam Siffin döyüşü haqqında deyir ki, əslində Muaviyyənin tələbi haqlı idi. Və həmçində Muaviyyə ilə Əlinin söhbəti xəlifə söhbəti deyildi. Muaviyyə demədi ki, sən çıx mən olum. Və ya mən sənin əfsələm, və ya sən xəlifə deyilsən. Xilafətdən söhbət getmirdi. Söhbət nədən idi? Osmanlı qatilləri. Belə baxanda Muaviyyənin tələbi düz idi. Çünki Muaviyyə ki, kimlərdən istəyirdi ya? Əlidən istəyirdi onları. Sonra onlar Əliyə qarşı çıxdılar. Əli özü olanla döyüşdü. Və onlar Əlini öldürdülər sonra. Yəni, növbə Muaviyyə çatanda Siffində əslində Muaviyyə haqlıdır. Niyə? Çünki qatilləri istəyir, Osmanın qatillərini. Əlbəttə, gözünün içinə qədər yalan deyir, ha. Biz dəfələrlə ondan tələb eləmişik ki, kişilik eləyib gətirib bizə sübut eləyə bilmir ki, Osmanın qatilini Muaviyyə almaqda haqlı idi. Osmanın övladları var, sən uzaq qohumsan, babaları, ataları qohumdur, nə dəxli var onun qisasının Muaviyyəyə? Onun övladları var. İkinci məsələ, Muaviyyə beyət eləməli idi Şamda, hamı kimi. Beyətdən sonra deməli idi bizə qohumun, Osmanın qatillərini verməsə, o Siffin fitnəsini çıxardardı. Muaviyyə beyət eləməyib insanlar kimi. Zamanı imamına qarşı çıxıb və elə də ölüb gedib cahil kimi. Bunun dayısıdır deyə, Əhl-i Beyti aleyhisselam kinləri var deyə fırladıb orada o söhbəti. Deyir, yox, Muaviyyə tələbində haqlı idi. Halbuki insanlar kimi beyət eləyərdi, qatilləri verməsə artıq nə edərdi? Qiyam edərdi. Heç özü də hakimiyyətə gələndə Muaviyyə qisas almadı sonra, qatilləri öldürmədi. Qatillər müəyyən edilməlidir, şahidlər müəyyən olmalıdır, məhkəmə qurulmalıdır,
Sən beyət elə insan kimi, ondan sonra tələb elə məhkəmə qurulsun. Yoxsa sən hakimə qarşı çıx. Bu cür insanlar da, bu cür ikiyüzlülər də çıxıb deyirlər ki, Muaviyə orada haqlı idi. Orada Muaviyə də haqlı bilir. Burada sual verəndə ki, bəs niyə Yezid intiqam almayıb İmam Hüseynin qatillərini öldürməyib? Deyir ki, axı fitnə çıxacaqdı. Yaxşı, bəs onda İmam Əli əleyhissalam ona görə onda belə çıxır ki, əgər sənin dediyin düzdürsə, qatilləri ona görə verməyib. Niyə fitnə çıxacaqdı? Niyə orada fitnə çıxacaqdı demirsən ki, İmam Əli əleyhissalam haqlı idi çünki fitnə çıxacaqdı. Halbuki elə fitnə çıxdı da, heç təhvil verməyəndə də çıxdı. Yəni Muaviyə o qədər xəbis bir insan idi ki, zamanı imamla beyət eləmədi, Əhl-i-Beyt düşməni idi. Əlini söydürürdü. Səəd əmr edir ki, əlini söy. Necə ki, İbn Teymiyyə bunu qeyd edir, Müslimdə bu var. Fırladırlar onu da bir başqa cür. Orada deyir ki, Muaviyə tələbində haqlı idi, qatilləri istəyirdi. Demir ki, fitnə düşəcəkdi. Əgər fitnə düşəcəksə, orada fitnə düşəcəkdi. Onda Muaviyə nə haqlı olur ki? Amma burada Muaviyənin oğluna bəraət qazandırmaq üçün deyir ki, fitnə düşəcəkdi. Nə fitnə düşəcəkdi ki? Onunsa sizin böyük əksəriyyət sahabələriniz ona bir həddə beyət eləmişdilər. Kərbalada da İmam Hüseyni tək qoymuşlar əleyhissalam. Ondan sonra nə fitnə düşəcəkdi ki? O dediyin insanlar Şimirdi, Ömər Səd, İbn Ziyaddır məlunlar, onlar da onun öz adamları idilər. Hələ mən işin bu hissəsinə getmirəm, biz neçə dəfə sübut eləmişik məhərrəmlik bəhslərində ki, Yezid birbaşa əmr eləyib. Mənbələri ilə göstərmişik. Amma bu ikiyüzlü insan, münafiq insan çıxır orada Muaviyəni o cür müdafiə eləyir, deyir, haqqlı idi tələbində, demir ki, fitnə düşəcəkdi. Gərək etməyəydi, qatilləri tələb etməyəydi. Amma burada nə deyir? Burada deyir ki, fitnə düşərdi, fitnə biraz da böyüyərdi, fitnəni yatırdırdılar o vaxtı. Belə baxanda Muaviyyənin tələbi düz idi. Məsələn, Əli ibn Əbi Talib Osmanlı qatilləri heç eləmədi. Fitnəni yatışdırırdılar. Ola bilən müəyyən vaxtdan sonra gözləyirdilər ki, vəziyyət sakitləşəndən sonra bəzi məsələləri həll eləməyə. Allah haqqı fırladır. Ona görə də bunlar əməvi xislətli insanlardılar. Bunlar Muaviyyənin bacısı uşaqlardılar. Ona görə belə danışırlar. Öz dayılarının və dayısı uşaqları Yezidin tərəfini heç vaxt verməzlər. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.